Dandıq, İnəkboğan, Qarabaldır, Mırtı. Bunlar Azərbaycanda kənd adlarıdır. Bəli, kəndlərimiz gözəlliyi, təbiəti ilə yanaşı adları ilə də seçilirlər. Hər bir adın öz tarixi, anlamı var. Yerin Qulağı kanalı olaraq bu dəfə ölkəmizdə adı ilə seçilən ən qeyri-adi 50 kəndi araşdırmışıq. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Azərbaycanda adı ilə fərqlənən ən qeyri-adi 50 kənd. Dandıq, Qəbələ rayonu ərazisində yerləşən kənddir. Hazırda kəndin əhalisi 150 nəfərdən ibarətdir. İnəkboğan, Gədəbəy rayonu ərazisində yerləşir. Mırtı, Göyçay rayonu ərazisində yerləşir. Potu, Göyçay rayonu ərazisində yerləşir. Düdükçü, Xocavənd rayonunun Edilli inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin ətəyində yerləşir. Keçmiş adı Çolataq olub. Yerli əhalinin verdiyi məlumata görə yaşayış məntəqəsində düdükçü nəslinə mənsub ailələr məskunlaşdığı üçün belə adlandırılıb. Bağırsaq, Kəlbəcər rayonu ərazisində yerləşir. Kənd öz adını ərazidəki eyni adlı çay dərəsindən və bulaqlardan alıb. Bura dərənin relyef formasının əyri-üyrülüyünə bağırsaq şəkilli olmasına görə belə adlandırılıb. Kənd 1917-ci ildə Baqarsıq variantında da qeydə alınıb. Qırmızı Saqqallar, Tərtər rayonunun ərazisində yerləşir. Qarabaldır, Oğuz rayonunun ərazisində yerləşir. Etnotoponimdir. Qarabaldır adındakı qara, böyük, güclü, qüvvətli deməkdir. Baldır isə çıxıntı sözlərindən yaranıb, böyük çıxıntı mənasını verir. Bildirək ki, eyni adlı kənd Qax rayonu ərazisində də mövcuddur. Taxtalar, Şabran rayonu ərazisində yerləşir. Kəndin əhalisi 532 nəfərdən ibarətdir. Burunlu, Zərdab rayonu ərazisində yerləşən kəndlərdən biridir. Ətcələr, Sabirabad rayonunun ərazisində yerləşir. Hazırda Masallı rayonu ərazisində də eyni adlı kəndin olduğu məlumdur. Soğanverdilər, Bərdə rayonunun ərazisində yerləşən kəndlərdən biridir. Lallar, Cəlilabad rayonunun kəndlərindən biridir. Yanıqlı, Tovuz rayonu ərazisində yerləşir. Toponimdir. Qıpçaqların Uran tayfasının adı ilə bağlı olması güman edilir. Qoz ağacı, Siyəzən rayonu ərazisində yerləşir. Qızqayıtlı, Neftçala rayonu ərazisində yerləşir. Aşağı Ayıblı, Tovuz rayonunun ərazisində yerləşir. Araşdırmalar göstərir ki, bu kəndin ilkin adı Çıraqlılar olub. Zəyəmçay üzərində məskun olan Çıraqlıların hakimi Eyyub xan olub. 17-18-ci əsrlərdə kənd Eyyublu kimi də qeydə alınıb. Sonralar Eyyublu təhrif olunaraq Ayıblı şəklinə düşüb. Boranı kənd, Salyan rayonunun kəndlərindən biridir. Yaşayış məntəqəsini Qaraqoyunluların Baranilər tayfasına mənsub ailələrin saldığı güman edilir. Boranı tərəvəz növü və kənd sözlərinin birləşməsi boranı əkilən, yetişdirilən kənd mənasında da izah edirlər. Dəlləklər, Yevlax rayonunun kəndidir. Etnotoponimdir. Keçmiş adı Vəlibəyli olub. Bununla bərabər rayonun İsmailabad kəndində Dəlləkçilər məhəlləsi, Qaraoğlan kəndində isə Dəlləkli oymağı coğrafi adlarının olması məlumdur. Güman edilir ki, kənddə həmin oymaqdan və ya məhəllədən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaşayış məntəqəsinə bu ad verilib. Xoruzlu, Tərtər rayonunun kəndidir. Kəncərli tayfa birliyinə daxil olan Xoruzlu tirəsinin adı ilə bağlıdır. Cimi, Quba rayonunun kəndidir. Yerli əhalinin məlumatına görə kənd 16-cı əsrdə bir neçə dağ kəndindən köçmüş ailələrin bir yerə cəmləşməsi nəticəsində yaranmış və ərəb dilindəki cəm sözü ilə cəmi adlandırılmışdır. Əslində isə kənd öz adını kəndin ərazisindəki Cimi adlı mineral bulaqların adından götürüb. Cek, Quba rayonunun kəndidir. Etnotoponim olan kəndin adı çox güman ki, Şaxdağ xalqlarının nümayəndələrindən biri olan Ceklilərin adı ilə bağlıdır. Qaymaqlı, Qazax rayonunun kəndidir. Yaşayış məntəqəsi özündə qədim türk dilli qaymaq, Kimaq, Qaymaq tayfasının adını əks etdirir. Qıpçaq tayfa ittifaqına daxil olan qaymaqların əsas hissəsi 8-9-cu əsrlərdə Qərbi Sibirdə Irtış çayının orta axarı boyunda yaşayıblar. 9-cu əsrin ortalarında Qıpçaqların tərkibində qərbə doğru hərəkət ediblər. Bir hissəsi 11-12-ci əsrlərdə Gürcü çarların dəvəti ilə Şərqi Gürcüstana, oradan isə Azərbaycana köçüblər. Bılıq, vaxtilə Bılıq dağının ətəyində bu adda kənd mövcud olub. İndi hətta onun xarabalıqları da mövcuddur. Hazırda isə Qəbələ rayonunun kəndlərindən biridir. Bılıq sözünün mənası gəlib getmişlər deməkdir. Anzov, Yardımlı rayonunun Hamarkənd inzibati ərazi vahidində yerləşir.
Peştəsər silsiləsinin yamacındadır. Yerli əhali bu adı Anzo kimi tələffüz edir. Kəndin keçmiş adı Zivirs olmuşdur. 19-cu əsrin ortalarında aparılan araşdırmalara görə kənddə cəmi 5 ailə olub. Mütəxəssislərin fikrincə Anzol Talış dilində iki yarğan arasında kiçik torpaq sahəsi deməkdir. Baqqal Şəki rayonunda yerləşir. Dilman Ağsu rayonunda yerləşən kənddir. Boladi Lənkəranda yerləşir. Qeyd edim ki, Boladi kəndi ilə bağlı Yerin Qulaq kanalında da məlumat paylaşılıb. Xok Kəncərli rayonunda yerləşir. Düztahir kəndi Qusar rayonunda yerləşir. Düztahir kəndi ilə bağlı da Yerin Qulaq kanalında məlumat paylaşılıb. Ən çox traktor olan, yəni T16 traktorlarının olduğu kənddir. Sarıbaş Qax rayonunda yerləşir. Sarıbaş kəndi ilə bağlı da Yerin Qulaq kanalında ətraflı məlumat paylaşılıb. Qovuşuq kəndi Laçın rayonunda yerləşir. Neftçalanın Bankə qəsəbəsi, Qoltuq kəndi, Mıxlıqovaq Qəbələ rayonunda yerləşir. Quba rayonu Çiçi kəndi, Zəngilan rayonu Havalı kəndi, Zırtəklə kəndi Şamaxı rayonunda yerləşir. Ordubadın Nüsnüs kəndi, Oğuz rayonu Malıq kəndi, Sabirabadın Dəllək kəndi, Şuşanın Səfixanlar kəndi, Şamaxının Məlhəm kəndi, Ordubad rayonu arasında yerləşən Biləv kəndi, Astara rayonu Hamoşam kəndi, Quba rayonunun Bəst kəndi, Şəkinin Kiş kəndi. Qeyri-adi adı ilə seçilən başqa hansı kəndlərin adlarını qeyd edə bilərsiniz? Bu qeyd etdiyim kəndlərlə bağlı tanıyanlar, fikirləri olanlar videonun rəy bölməsinə yazmağı unutmasınlar. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.